Kamançada sanki bir kədər var, bir qüssə var, bir qəm var. 20 yanvar ağırlığı var o kamançada. Mən o vaxt çıxış eləmişdim. 20 yanvar. Bəli. Bir Başımda 20 yanvar qara şal. deyəndə bir kamança yadıma düşür, bir qərənfil yadıma düşür. Çox qəribədir. Doğru. Elədir. Mənə bir qadın sual verdi. Deyir, Şəfiqə xanım, siz niyə bizi ağladırsınız? Bəli. Nə bilim, mən ona cavab verə bilmədim. Şəfiqə xanım, bilmirəm niyə görə. Bayaqları qeyd elədim ki, bir ağırlıq var. Kamançanın bir ağırlığı var. Bəli. Sanki o ağırlığın altında insan bəzən əzilir. Nə qədər gözəl olsa da. Bilirsiniz, mən uzlaşdırdım atamla. Aha. Bilirsiniz nəyə görə? Çünki mən 7-8 yaşında artıq Hind mahnıları oxuyurdum, ərəb mahnıları oxuyurdum. Radio qovşağında məktəbdə 15 dəqiqəlik fasilədə direktor, birisi bizim direktorumuz 161 nömrə məktəbdə Fuad Poladov bizim böyük sənətkarımızın, aktyorumuzun atası direktor işləyirdi orada. O ancaq mənə icazə vermişdi ki, Şəfiqə 15 dəqiqəlik fasilədə oxusun. Gözəl səsiniz də var. Yox, o vaxtda olub Niyə biraz. bəs o ifa etmədiniz? Niyə müğənniliyə gəlmədiniz? Daha çox pul qazana bilərdiniz. Yox, mən indi də kamançada mən toylara getmədim, pul qazanmadım. Yəni yox, mənki toylar deyil.